o bizim yanımızda çox olmasa da zəhmətkeş olduğuna görə çox üzün görmürdü. Biz özümüz elə qardaşımız belə elə dayaq oldu ki, elə bir ki, at əvəzi. Valla qardaşım itəndən sonra elə bir hər kəsimiz itirdik. Həmişə deyir ki, mən heç nəydən qorxmuram. Polad həkim yox kimi oğlanlar getdi də ya həyatda. Zəng eləyirdi, hamıya bir də soruşurdu. Halına, əhvalına ətərdi. Atasını elə Bakıya aparırdı həkimə. Gecə ilə gəlirdi, dəyirdi dostları ilə. Gecə də İstəyirsiniz bir dənə nömrə şeylərsiniz, götürərsiniz, birdən işdə də mənim nömrə məsələ çatıb eləməsə, yəni. Mən Kəlbiyev Həcər, Yadigar qızı. Mən Kəlbiyev Telmanın bacısıyam. Qardaşım haqqında çox söz deyərəm. Qardaşım çox yaxşı oğlan idi. Çox mərd oğlan idi. Bütün bacılarımızın sevinci idi. Evimizin vəbşim sevinci idi. O atam, anam, hamı çox süydü. O tək qardaşımız olduğuna görə həmişə bizi o qoruyurdu. Çox süydü hamımız. Bacı qardaşım hamımıza yaxşı idi. Çox zarafatçıl oğlan idi. Belə uşaqla uşaq, böyüklə böyük. Hamımıza zəng edirdi, hamımızın halını, əhvalatını soruşurdu. Hər bacıya öz yerində, hamımıza yaxşı idi. Atam xəstəliyində, o çağırdı yanına. Atam dedi ki, mən həyatda mən xəstəyəm. Mən ola bilsin ki, mən həyatdan haçan köçsəm, yəni bacılarımdan mağayət ol ki. Atam birincinə yəni var tapşırmışdı, qardaşıma tapşırmışdı. Qardaşımla öyle bir ailəsi ilə, uşaqları ilə gələndə, elə bir mən də qardaşım mənə elə bir Qazaxdan götürmüşdü. Elə bir mən də uşaqlarımla gəldim bura mamamgilə. Axırıncı dəfə avqust ayı gəldim qardaşımla. Onu da görən idim qardaşımı, onu da gördüm qardaşımı. Sonra müharibə başladı 27-si. Evdə, eşidə otura bilmirdik. Ancaq xəbər gözləyirdik. Oktyabrda elə bir zəng eləmişdi, bacıma da zəng eləmişdi, bizə də zəng eləmişdi. Dedi ki, salamatam, narahat olmayın. Ondan sonra yenə də 2 gün, hələ bir ki, səhəri günü də. Sonra da zəng elədik, gördük, çatmır zəng. Qardaşımdan sonra elə bir ki, elə bir tərəfimiz bizim elə bir olmadı. Hər dəfə elə gözümüz elə, valla axtarır elə qardaşımızı. Dayaqsız, arxasız, dayaqsız kimi. Elə bir ata itirdik, qardaşımız belə elə dayaq oldu ki, elə bir ki, at əvəzi. Valla qardaşım itəndən sonra elə bir hər kəsimiz itirdik.